Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Aziz ve değerli Müslümanlar, bugünkü cümə hutbemizin mevzusu xeyirxahlık hakkında olacaktır. Uca Rabbimiz yarattığı biz bendeleri cennete səsləyir, cennette Rabbimizin lütuflarına səsləyir ve bu səslənişə cavab olarak bizlerin xeyir əməllər etməyini, müttəqi olmağımızı istəyir. Uca Rabbimiz Kur'an-ı Kerim'in diğer bir ayetinde buyurur: وَاَنْفِقُوا فِي سَب۪يلِ اللّٰهِ وَلَا تُلْقُوا بِاَيْد۪يكُمْ اِلَى التَّهْلُكَ وَاَحْسِنُوا اِنَّ اللّٰهَ يُحِبُّ الْمُحْسِنِينَ. Allah yolunda xərcləyin. Öz elinizle özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin. Allah yaxşılıq edenleri sever. Evvelki ayenin de sonunda Rabbimiz buyurdu: Vallahu yuhibbul muhsinin. Allah yaxşılıq edenleri sever. Bu ayenin de sonunda buyurdu: İnnallâhe yuhibbul muhsinin. Hakikaten Allah yaxşılıq edenleri sever. Eğer Uca Rabbimiz yaxşılıq etmeyi, xeyirxahlığı ve bu işi icra edeni ettiği emeller dolayısıyla sevirse, demek ki sen Allah yolunda ettiğin yaxşılıklarla Allah'ın rızasını kazanmış olursan, Allah'ı razı salmış olursan ve bunun mukabilinde de Rabbimiz seni müttəqi sıfatıyla sıfatlendirir ve hususi olarak özel cennetine dahil etmiş olur. Diğer bir ayette ise Rabbimiz buyurur: İnna Allahe ya'muru bil adli vel ihsani ve ita'i zil kurba. Hakikaten Allah adaletli olmağı, yaxşılıq etmeyi ve qohumlara hakkını vermeyi buyurur. Bu Rabbimizin emridir. Adaletli olmağı, yaxşılıq etmeyi ve bu yaxşılığın arkasıca da qohumlara hakkını vermeyi buyurur ki bize, biz boynumuzda olan hak sahiplerinin haklarını icra etmiş olaq. Diğer bir ayette ise buyurur: وَلَا تَسْتَوِي الْحَسَنَةُ وَلَا السَّيِّئَةُ اِدْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ. İndi ise bize yaxşılıkla pisliğin formasını gösterir. Yaxşılıkla pislik aynı olabilmez. Sen pisliği yaxşılıkla def et. Yaxşılıkla pislik aynı olabilmez. Sen pisliği yaxşılıkla def et. Diğer bir ayette ise hel cezaul ihsani illel ihsan. Yaxşılığın əvəzi ancak yaxşılıktır. Belə olduğu təqdirdə biz ettiğimiz yaxşı əməllər vasitəsilə, xeyirxahlıqlarımızla Allah'a giden yolu tapır ve ona yaxınlaşmağa çalışırıq. Təbii ki, Allah'ın rəhmətindən qovulmuş iblis senin yolunda durmağa çalışacak, seni yaxşı əməllərdən uzaklaştırmağa çalışacak ve bunun üçün de elinden ne gelirse onu sana etmeye çalışacaktır. Biz hayatımıza baktığımız zaman görürük ki etrafımızda birçok insanlar var ki müəyyən formada ya maddi olarak ya mənəvi olarak ya hər hansısa müəyyən üsullarla onlara bir yaxşılığımız keçibdir.
Ama ne edək ki, həyat imtihanlarla doludur. Rabbimiz yaxşılarla pisləri ortaya çıxarmaq üçün səni imtihan edir. Düşünün ki, pislər olmasaydı, yaxşıların qədri bilinməzdi. Əgər biz kiməsə yaxşılıq etmişiksə, onun müqabilində pislik görürüksə, bunu bir imtihan bilib yaxşı əməllərimizi tərk etməməliyik. Nə üçün? Çünki kainatda yaxşılar və pislər varsa, iblis və mələk varsa, şeytanın işi vəsvəsədən ibarətdirsə, demək ki, hər şey bir ox istiqamətində getməli deyil. Həm bu cəmiyyətdə yaxşılar olmalıdır, həm pislər olmalıdır. Amma Allaha sayısız və hesabsız həmd və sənalar etməliyik ki, Allahım, bu yer üzərində bir senari çəkilir, bir film çəkilir. Bu filmin aktyorları var, oyuncuları var, hərə bir rolu oynayır. Sənə həmd və sənalar olsun ki, mənə düşən bu senarilərin içərisində yaxşı rolu oynamaq oldu. Bu imtihanlar içərisində yaxşı işləri görmək oldu. Yaxşı işləri əmr etmək oldu. İnsanları yaxşılığa dəvət etmək oldu. İnsanların yaxşılığı üçün gecə-gündüz düşünmək oldu. Amma bunun tərsi olaraq, kimlərdən ki küsübsən, inciyibsən, onun yerində sən ola bilərdin, o pislik edən sən ola bilərdin, o yaxşılıqlar sənə edilə bilərdi, onun müqabilində ya nankör, yaxud da asi olan birinə çevrilə bilərdin. Əgər belə deyilsənsə, bunun üçün Allaha sayısız həmd və sənalar etməyə dəyər ki, ey Rəbbim, nə yaxşı ki, məni yaxşılardan qərar veribsən. Həzrət Loğman əleyhissalam övladına buyurdu ki, ey övladım, iki şeyi unut, iki şeyi heç vaxt unutma. Ölümü və Allah'ı unutma. Düşünsən ki, ölüm var və hətta düşünsən ki, bu gecə sənin son gecəndir. Ölüm anidir, insanın nəfsini Allah istəsə, bir an içərisində ruhunu qəbz edə bilər. Belə olduğu halda sən nə edərsən? Yenə mi pislik edən insanlarla mübarizəyə qalxarsan? Yenə mi pislikdə daha təkidlə davam edərsən? Təbii ki, yox. Çünki sənin bir dərdin var. Bugün son gecəndir. Və sən Allahın huzuruna çıxarsan, Allah səndən hesab soruşacaqdır. Belə olduğu təqdirdə o günün sonuna qədər yaxşı işlər görməyə çalışarsan, insanlarla halallaşmağa çalışarsan, yaxşılıqlarını artırmağa çalışarsan ki, sən əbədiyyət yurduna köç edirsən. İndi bizim hansımızın əlində bir sənədi var ki, mən bundan sonra 30 il, 40 il və ya 50 il ömür yaşayacağım. Nə qədər yaşayacağımız Allaha bəllidir. Yeganə varlığıq ki, insan olaraq ölümümüzü bilə-bilə ölməyəcəkmiş kimi yaşayırıq. Və belə olduğu təqdirdə hesabımız nəfsimizlə olmaq əvəzinə, özümüzü hesaba çəkmək əvəzinə, necə ki Allah Resulü buyurur, ölmədən öncə özünüzü hesaba çəkin. Bunların yerinə insanlarla məşğul olmuş oluruq. Bəs bunu kim edir? Bunu şeytan edir. Bunu iblis edir. Nə üçün edir? Çünki söz verib, vəd verib, Allaha gedən yolun üstündə dayanacaq, səni pislik edən insanlarla, yaxud yaxşılıq edibsən, yaxşılığın müqabilində nəsə gözləyirdin, ala bilmədiyin üçün bir ömür onlarla məşğul edəcək. Onun üçün Həzrət Loğman əleyhissalam övladının timsalında qiyamətə qədər gələcək mənəvi övladlarına bir çağırış edir, səsləniş edir. Övladım, övladlarım, iki şeyi unutmayın. Allah'ı və ölümü unutmayın. Amma
sənə nə qədər pislik edilibsə, onları unut. Hesabuhum əlallah. Hesab Allah'a məxsusdur. Nə qalıb ki, bu dünya həyatı əbədiyyət yurdu deyil ki, ahirətlə müqayisədə 70-80 illik ömrümüz bir neçə dəqiqə edir. Amma bizə uzun görsənir. Uzun uzadı arzularımız, nəfsimizin istəkləri, şeytanın vəsvəsəsi bizi dünyaya daha çox bağlayır. Yaxşılıq etmək fürsətimiz olduğu halda, Allah yolunda infak və ehsanlar etmək fürsətimiz olduğu halda, dünya üçün çalışır, sərmayəmizi ahirət üçün yatırmaq əvəzinə bütün enerjimizi, gücümüzü, düşüncəmizi, qəlbimizi, şuurumuzu, his və duyğularımızı dünya ilə qane etməyə çalışırıq. Həzrət Loğman əleyhissalam buyurur ki, övladım, etdiyim bütün yaxşılıqları unut. Nə üçün unut? Çünki sən ömrünün sonuna qədər etdiyin yaxşılıqları unutmasan, şeytan sənə vəsvəsə edəcək, yeni yaxşılıq etmə qapılarını üzünə bağlayacaq və kimlərə ki yaxşılıq etmişdin, məhşur söz ki, bu insanlara xeyir yoxdur, bundan sonra yaxşılıq etmərəm. Bunlar düşünün, nə vaxt ağlınıza gəlsə, bu insanın, mələyin təlqini deyil, bu şeytanın vəsvəsəsidir. Allah səni yaxşılıq etdiyin halda sevir. Buyurur, vallahu yuhibbul muhsinin, innallâhe yuhibbul muhsinin. Həqiqətən Allah yaxşılıq edəni sevər, həqiqətən Allah yaxşılıq edəni sevər. Belə olduğu halda Allahın sevgisini qazanmaq üçün, Allahın rizasını qazanmaq üçün düşünürəm ki, yaxşılardan olmağa, yaxşılıq edənlərdən olmağa və müttəqi sifətini qazanmağa dəyər. Muhammed və Ali Muhammedə salavat zikr. Əziz və dəyərli qardaşlarım, biz Allah yolunda infak deyərkən, yaxşılıq deyərkən, adətən ağlımıza həmişə böyük şeylər gəlir. Sahabə də belə olub. Fəqir sahabələr var idi. Gəlib Allah Rəsulunun yanında, Allah Rəsulunun dua etməsini istəyirdilər ki, ey Allahın Rəsulu, dua et, mən zənginləşim, Allah yolunda daha çox infak edin. Allah Rəsulu hərəni bir cür razı salardı. Bəzisinə dua edərdi, sonra deyərdi ki, zəngin olduqdan sonra bir qardaşımızı itirdik. Bəzisinə deyərdi ki, bu halın sənin üçün kifayətdir. Bu halınla qane ol, Allaha həmd və sənanı artır. Bəzisinə xüsusi zikirlər tapşırardı. Amma nəticə etibarilə o gündə sahabə Allah üçün yaxşılıq etməyi daha çox zəngin olum, daha çox varım, dövlətim olsun, Allah yolunda infak edim düşüncəsinə qapıla bilirdi. Və bizim bu günləri yaşadığımız cəmiyyətdə bəzən sahabədən olubdur, eləsi olub Allah yolunda infak ayəsi əmr olunanda infak etməyə bir şey olmuyor. Deyib, ey Rəbbim, mən də Allah yolunda bu günə qədər kimlər mənə toxunub, incidib, şəxsiyyətimə, ləyaqətimə bunları Allah yolunda infak edirəm. Bu addım üçün Allah Quran-ı Kərimdən ayə nazil edibdir. Elələri olub ki, Allah üçün xoş təbəssüm göstərməklə Allah Rəsulunun onun haqqında cənnətlə müjdələndiyi müjdəsinə nail olubdur. Və belə olduğu təqdirdə biz də bir müsəlman olaraq əsr-i saadətdə yaşamasaq da, yaşadığımız dövr etibarilə bəzən o ilahi rızanı axtarmağa çalışırıq. Mən xüsusi olaraq qeyd etmək istəyirəm ki, bizim məscidimizdə artıq illərdir bir ənənə halına gəlmiş bir dayımız, bəzən gənclər də ona qoşulur. Cümə namazı bitdikdən sonra məsciddə konfet paylayırlar. Zahirən sadə bir əməl kimi görsənə bilər. Amma bilmirik o verdiyi konfetlə hansı uşağı sevindirir, kimin necə duasını alır və ahirətdə ilahi rızaya necə nail olacaq. Bağışlasın ki, əvvəlki cümələrdə bunu xüsusi olaraq qeyd etməmişik. Amma özümüzə borc bildik ki, bu kimi yaxşı əməlləri də kiçik və sıradan görməyək. Təkcə burada deyil, digər yerlərimizdə, iş yerlərimizdə, ailələrimizdə Həzrət Əli Əleyhisselam buyurur ki, cümə günü nə alasınızsa onu cümə günü alın. Təzə meyvələr çıxanda meyvənin nubarını mübarək imam cümə günü alardı.
Nə üçün? Çünki yaxşı bir şey cümə günü olsun. Cümənin sevinci yaşansın evdə. Cümənin bayram olduğu hiss olunsun. Bəzən bizim kiməsə bir pislik edə biləcəyimiz halda onu bağışlamağımız da bir yaxşılıq sayılır. Bizim dostlarımızdan biri bir gün yaxınlaşdı ki, bəs mənim işçim mənim iş yerimdən bir suvenir xəncəri oğurlayıbdı. Bəs mən nə edim ona? Mən də cavab olarak dedim ki, bəs o xəncəri ona hədiyyə elə. Dedi, ay hacı, nə danışırsan? Mən oğrunu bir tərəfdən bağışlayayım, bir tərəfdən də o xəncəri ona hədiyyə eləyim. Bəzən pislik etmək ən asan şeydir. Ondan biraz çətini yaxşılıq etmək. Ondan da daha çətini sənə biri pislik edirsə ona yaxşılıq etmək. Bu adam sənin malını oğurlayır, pislik edir. Amma bəzən hökm verəndə baxmaq lazımdır. Bu təkrar neçənci dəfədir edir bu işi. Yaşı nə qədərdir, başı nə qədərdir, ehtiyacı nə qədərdir. Bunları nəzərdən keçirərək əgər biz o insanı bağışlayırıqsa və o bağışlamağın içərisində ona bir nəsihət də ediriksə, mütləq mənada bu etdiyimizin müqabilində Allah cənnətdə bizə böyük mükafatlar verəcəkdir. Bəlkə bugün qərar verib gəlibsən ki, cümədən gedim, qayıdım, filan işçini rədd edəcəm, geçsin. Bunu etmək asandır. Amma bəzən sən onu rədd edərsən, sənin yanındadır, namaz qılır, ibadət edir. Allaha xatir etməsə də ən azı sənə xatir edir. Bir gün gələr, Allah üçün edər. Amma sən ona səbr edərsən, göz yumarsan və səbr edim, göz yumum, sadəcə belə deyil, islahı üçün çalışarsansa, təbii ki, nəfsə ağırdır, nəfs üçün çətindir. Allah həm dünyada və həm də axirətdə mükafatımızı vermiş olar. Cüməniz mübarək olsun.